suala baxırıq. Hansı sırada nöqtələrin yerinə x tələffüz olunmalıdır? Əgər x tələffüz olunursa, ikinci söz samit ilə başlamalıdır və milli sözümüz olmalıdır. Qonaq evi ğ, bulaq suyu cavab c-dır. Soyuğu auditoriya, əxlaq, qulaq asmaqda da ğ. Deməli cavab nə oldu? C variantı. Növbəti. Sonra mən 23. 13, 18, 23. Deyir ki, yalnız 13-cü suala baxın. Hansı cərgədəki sözlərin hansı birində uzun tələffüz olunan sait vardır? Yalnız birində. Katib, siyasət, elan üçündə də var. Təcili, qasid iki dənəsində var. Şikayət burada var. Heca ənənə yoxdur. Cavab C variantıdır. Həmrəylik, surət, çarə burada iki dənədir. Dirçəliş, mədəniyyət, tərcümə heç birində yoxdur. Növbəti dediniz 18. 18. Deməli, birinci q ilə başlayırıq. Qulaq dərmanı, qulaq. Dərman sözü samitlə başladığına görə x səsini verir. A variantı getdi. Üfüq burada q ilə olub. Haqq qında burada q ilə başlayır. Qonaq otağı birinci q'dır, ikinci q. Otaq sözü saitlə başladığı üçün yarpaqdan rəqs. Deməli cavab D variantıdır. Sonra neçə demişdiniz? 23. 22. 19, 22, 23. 19-cu suala baxın. Q hərfi 3 müxtəlif səsi ifadə eləyir. Yarpaq, qapaq, qəlb. Burada x, x, q 2 dənə səsdir. Qonaq, otaq, qapı yenə x, x, q 2 dənə səsdir. Çanaq, aşıq, şəfəq 2 dənə səsdir. Çıraq, məqsəd, çıraq, x, məqsəd, k, tok, qa. Burada da bir q səsi var. Belə çıxır ki 3 dənə oldu. Sonra 23-cü sual. 27-də baxım. Deyir ki, y samiti y ilə doğru cavabı tapırıq əlaqəli. Çünki klasterin xanalarında doğru verilib. Kar qarşılığı yoxdur, yanlışdır. X kar qarşılığıdır. Söz sonunda qoşa gələ bilir, yanlışdır. Söz sonunda tək gələ bilir, amma qoşa yox. Yazıldığı kimi tələffüz edilən qoşa samitli söz yoxdur, yanlışdır. Niyyət, xoş niyyət, səyyah, qəyyum qoşa tələffüz olunur. Sözün əvvəlində yazıldığı kimi deyilir, doğrudur. Söz sonunda işlənə bilmir, yanlışdır. Cavab 20-dədir. 23-ə baxırıq. Ç-yı, qı